Təbii ki, bir neçə dəfə mən fikir bildirmişəm, yenə də bildirəcəm. Arzum 99-99-da İlduzə. İlduzə. Ad özü bilər, nə qoyub adını, necə qoyub özü bilər. Bəziləri yazır o ünlüdür, bəziləri yazır məşhurdur. Mən bir sual qoyuram, o nəyə görə məşhurdur, hansı işi görüb, hansı belə biznesinlə məşğul olur, hansı ixtiralar mı edib, şeir mi yazır, hansı peşəkar bir ifaçıdır. Məsəl üçün də bilirəm, Azərbaycanlıdır, Nemisdə ərdədir, Nemisdən 4 uşağı var, arada Nemesi də gətirir Azərbaycana, özü söyür, təhqir edir insanları, arada Nemes də onun dediklərini təkrar edir. Yəni, bu özü yaratdığı problem azmış kimi ərini də gətirir, o Nemes ərini, arada belə, o söyüşlərdən o da edir. Mən açıqlama etdim, çünki o belə müraciət etdi ki, bu arvadlar niyə mənlə əl çəkmir, xalalar, bibilər, nə bilim, kimlər, yəni yaşlı arvadlar, xalalar, özün də xalasan, maşallah 20 yaşa yaxın qızın var da, mən də dedim 5 yaşında ərə getməmsən ki, sənin bu qızın var da bu yaşda. Neysə, onları qoyuram kənara. Bəzi adamlar belə yorumlar yazdı ki, arzumda günah yoxdur, arzumda günah yoxdur. Mən bir vətəndaşdan danışıram. Azərbaycan vətəndaşından. O kimdir, nəçidir, kimə ərə gedib, kimdən doğub, o mənlik deyil, onun şəxsi işidir. Mən Azərbaycan vətəndaşından danışıram ki, yolda qəza törədib. Yolda qəza törədib. Və yolda törətdiyi qəzadan sonra, indi düzdür, deyirlər ki, onda heç bir günah yoxdur, o işığı yandırıb, arxadan gələn çox sürətlə gəlib, maşını ona vurub, valla. Bunları da yenə də, təbii ki, onu məhkəmə var, yəni son anda hüquq müstəvisində bunlar öz təsdiqini tapacaq, tapmayacaq, bilmirəm. Amma mən bunları qoyuram kənara. Mən bir Azərbaycan qadınını, elə deyim, Azərbaycan arvadının hadisə törənib, qəza olub, çox böyük qəza olub və o sənin yanında olub qəza. Və bir nəfər oradaca ölüb, digəri ağır yaralanıb və sən onları orada qoymuşsan, həm hadisə yerində çıxıb getmişsən. Sən təbii ki, onları aparsaydın, biz sənin yanında olardıq, biz səni dəstəkləyərdik ki, bağışlamaq olar, onu, uşaqları var, o xəstələri götürüb həmən xəstəxanaya aparıb, klinikaya aparıb, poliklinikaya aparıb. Əsas odur ki, yəni ona ilk yardımı göstərməyə çalışıb. Sən bunların heç birini etməmsən. Onları qoymuşsan hadisə yerində, çıxıb getmişsən. Bəs bu xalalar, bibilər, nə bir əmərvatları, dayarvatları, yəni sənə deməsinmi? Hamı da yazır, onda günah yoxdur. Əzizlərim, yenə də deyirəm, hər şey hüquq müstəvisində həll olunacaq. Amma bir günah var, çox böyük günah var. Onun gözünün qabağında bir nəfər ölüb, digəri ağır yaralanıb və gözdən əlildir, gözləri görmür qadını. Arvad olub. Yaxşı, bir var təcili yardıma, ambulansa zəng vurursan gəlsin, onun gəlməsi, siz bilirsiniz ki, hadisə olanda polis gəlməsə heç kim onlara yaxınlaşa bilməz falan. İlk yardımı göstərərdin də, qoyardın onları, əyləşdirərdin, uzadardın maşına, aparardın da xəstəxana. İlk yardımını göstərərdin. Mən yenə də deyirəm, bir Azərbaycan vətəndaşından danışıram, bir Azərbaycanın arvadından danışıram. Sən onları qanun içində qoymuşsan, çıxıb getmişsən. Hara getmişsən heç bəlli də deyil. Ona görə bəli, sən günahkarsan, suçlusan. Sona qədər də biz sənin üstünə gedəcəyik. Sona qədər də.